ki, sizə gəlirik kodlaşdırma hissəsindən və sizlə bərabər işləyəcəyik artıq kodlaşdırmanı. Kodlaşdırmanın dediyim kimi sıfırdan bir qaydası yoxdur. Ancaq ki, müəyyən bir, belə deyək də, hissələr var ki, biz onları artıq sizlə bərabər tutmalıyıq bu söhbəti. Məsələn, elə hansı ki, mən yazacağım testdən, yəni sual yazacağım, hansı ki, bu sual indi kodlaşdırma olsun, digər kitablarda olsun, hansı ki, qarşınıza gəlib çıxacaq. Mütləq. Birinci, deyirəm ki, 1, 2, elə oradan bir sual yazacağım, yadımda qalanlardan. 1, 2, 3, 4, 5 rəqəmlərindən bir istifadə edərək, hər iki sadəsini deyəcəm. Neçə, neçə, 4 rəqəmli ədəd düzəltmək olar. Bu sadədir. 4 rəqəmli ədəd düzəltmək olar. Aha. 4 dənə xətt qoyuruq müəllimə. Aha. 4 dənə xətt Buna çəkilir. qatdı nə dedim? Oyuq da deyə bilərsiniz. Qutular da deyə bilərsiniz. Ya Oyuqlar. müəllimə, sizə bir söz deyim, baxın. Mən məsələn Gündüz Mirzəbəylinin dərslərinə qoşulmuşam da. Orada Məhəmməd müəllimlə izah edirlər. Hı hı. Sadəcə informatikanı bilirsiniz necə ediblər? Elə bir ki, Evet. əl çatmaz bir şeydən danışır. Yəni informatikadır, sonu Baxın. informatikadır. Yəni danışanda elə danışırlar, elə ki, Bəli. informatika əl çatmaz bir şeydir. Yəni hara vursaz, eyni şeydən danışır da. Sadəcə hər bir müəllim öz yöntəmi ilə keçir. Vsyo, qurtardı getdi. Məsələn, mən bir neçə müəllimləri tanıyıram ki, həqiqətən məsələn dilləri var ki, çətindir. Bilirsiniz necə? Məsələn, bu xırda bir şeydir, düzdür. Biri var ki, bunu, Böyüdürlər, onu demək istəyirəm. biri var ki, belə götürəsən, bir də var ki, bunu hərir, gətir buradan deyir. Ay Canım sağ ol. deyir ki, ay Allah, yəqin ki, yəni bu dərəcədə riyaziyyatdır da, yəni bu. Hə, Demirəm, hə, hə. belə Onu demək riyaziyyat. istəyirəm də. Baxın, çox şey eləyiblər ki, yəni bu odur da. Yəni bu yəni guya bilmirəm də nəyə görə belə edirlər. Guya ki bu ən amma yəni baxırsan izahlara hamı eyni şey deyir sonda. Eyni şeydir. Baxın, yəni mən sizə nə deyirəm? Deyirəm kodlaşdırma düzdür. Bir dənə məntiqi var. Vsyo, bunu Hı tutsanız, bunu belə yazdım, bunu qutu ilə qoydum. Nə fərqi var? Bunu abituriyentlər göydə həll edirlər. hı. Çünki riyaziyyatları var. Onlar daha bir başqa cür düşünə bilirlər hər şeyi. Və indi bax belə yazıram. Məsələn, deyir ki 4 rəqəmli ədəd. Hə, burada nə var ki? 4 rəqəmli ədəd deyir. Normal bildiyimiz 1, 2, 3, 4 dənə ədəddir də. 4 Bəli. rəqəmli ədəddir. Vsyo. Məsələn, indi mən belə yazacağam. Niyə? Çünki burada mən hələ ki heç bir şərt qoymamışam. Deyirəm ki, sadəcə 4 rəqəmli ədəd olsun. Tamam. 4 rəqəmli ədəd deyir. 1, 2, 3, 4, 5. Şərt qoymuşam buradakı təkrarlanma. Nəsə deyirəm? Yox. Sadəcə deyirəm ki, 4 rəqəmli 1, 2, 3, 4, 5. Birinci halda 1, 2, 3, 4, 5 dənədən bir dənəsi istifadə oluna bilər. Düzdür? Yəni istəyirsən sən bax, burada nə ədəd düzəldəcəm bax bu hissədə. Məsələn 2 ilə başlamaq istəyirəm. 4 rəqəmi bir, məsələn 2000 neçəsə istəyirəm yazımda. Yaza bilərəm. İstədiyim ədədə yaza bilərəm. Düzdür. Məsələn, istəyirəm 2 ilə başlayım. Gör mən yazmışammı təkrarlanmasını demirəm. O yüzdən biri də, ikini də, üçü də, dördü də, beşi də yaza bilərsən. İstəsən bura 5 də qoya bilərsən ikinci yeri, 2 də qoya bilərsən. Şərt yox. İkisi istəyirəm indi 5 qoyum. Gəlirəm üçüncü ala baxıram. 1-i, 2-ni, 3-ü, 4-ü, 5-i. İstəyirəm bura yenə də 5 qoyum. Qoya bilərəm. İxtiyarım var. Elə bil ki, yenə də sona 1, 2, 3, 4, 5 yazsam, 5 yazsam. Sonra nə yaz? İstəyirəm 1 qoyum. Qoya bilərəm də. Bir ədəd düzəltdim bu formada. 2551. İstədiyim başqa bir ədəd düzəlt. İndi bunu tək-tək düzəltmirik deyə. Amma ki, yəni ədədləri qoyanda bu formada qoyuruq. Yəni bunu istədiyimiz qədər düzə-düzə gedə bilərik. Aha, sonda bərabərdir. 1, 2, 3, 4, 5 hal burada. 5 hal burada. 5 hal burada, 5 hal. 5 üstü 4 üstü. Bitti getdi. Mən burada başqa şərt qoymamışdım ki. Axı biz dedik ki, müəllimə 4 rəqəmli ədəd, hə 1 2 3 4 5 rəqəmlərindən istifadə etsə 4 rəqəmli ədəd Bəli, necə düzəltmək 4 olar. rəqəmli ədəd düzəltmək olar? Burada nə var bunu böyütməli? Heç bir şey Elə yoxdur. bunu heç yazmadan da 5 üstü 4 yaza bilərik də. Bəli, yaza bilərsiniz. İndi bu sadəsi. İndi yazıram 0, 1, 2, 3. Deyirəm ki, istifadə etməklə, yəqin ki, dəftər qələminiz yanınızda var. İstifadə Bəli. etməklə, İndi bu neçə, sən dərsi keçəndən sonra oturub yazacağam bunu. mütləq, neçə, indi yaxşı, indi yazaq, 3 rəqəmli ədəd düzəltmək olar. Heç kəs heç nəyi gözündə böyütməsin. Mən yenə həmişə deyirəm. Yəni biraz loru dilə qaçaq da. Yəni, burada nə var ki? 3 rəqəmli ədəd düzəltmək olar. Vsyo. Bir sual da bu. Bax deyirəm ki, 3 rəqəmli, amma ki, burada ümumiyyətlə ədəd demişəm və 3 rəqəmli deyirəm. Get Rəqəmli. oyuqları, qatarı, nə qutunu aç. Birincidə müəllimə 4 dənə olacaq da, düzdür? Bax indi bir dənə diqqətli olun burada. Belə qutu çəkməyim, belə xətt çəkim çünki. 1, 2, 3 dənə çəkdik.
3. İlk Aha. öncə biz bunu çəkirik. Hələ ki əlimdəki birinci şəkil yazdım bunu. Sonra deyir ki, ədəd. Ümumiyyətlə sizin telefon nömrələriniz var da, düzdür? Hı. 050, nə bilim, nəysə. Sıfırla başlayan bu nömrədir də, düzdür? Sıfırla başlayan nömrədir, nömrə. Mənası var, yəni bunu deməkdə məqsədim var. Nömrədir. Biz nömrələri sıfırdan başlaya bilirik, düzdür? Nömrə. Bax, ədəd 0,5 ilə 50-nin fərqi var, düzdürmü? Bəli. Biri var ki, bura belə deyək O də 5 5-dir, bu manatla. 50-dir. Bəli. Baxın, bunun burada mənasının yoxdur da olmağı. Amma sağ tərəfdə olmanın zaten mənası var. Var. Bu heç bunu Düzdür. bilirik. Deyirik ki, nömrə olaraq nömrə olur. Bu telefon nömrədir. Nömrə. Nömrəni sıfırdan başlaya bilirik biz. Ancaq heç bir ədəd sıfırdan başlamır. Necə? Kim sayanda durub sıfırdan sayır? Nömrəliyini sıfırdan nömrələyə bilərsiniz. Sayanda ancaq biz bir, Sıfırdan saymaq olmaz. bəli, 3 və sairə də, yəni birdən başlayıb nömrə. İndi siz bayaq bir şey dediniz ki, müəllim 4. Baxın, burada mən 0 yazmışam. Düzdürmü? Hı hı. 0 belə deyək də, yəni 0-la mən başlaya bilmərəm. Çünki burada ədəd demişəm, ədəd. Ədəd 0-dan başlaya bilməz. O yüzdən mən nə yaza bilərəm? 1, 2, 3. Birinci hala. Hı hı. İkinci hala. Baxın, məsələn, 1, 3 rəqəmli deyirəm. 1 ilə başlamışamsa, ortaya 0 yaza bilərəm də. Hı hı. Mümkündür bu. İndi mən əlavə şərt qoymamışam ki, təkrarlaması. Xeyr. Deməli, Xeyr. 1 də olar, 2 də olar, 3 də olar, 0 da olar. 1 də olar. Müəllimə, burada 4 olur. Siz amma 3 rəqəmli. Da, Neçə 3 rəqəm rəqəmli? 1, 2, 3 dənə. Bəs sayların demirsiniz neçə dənə sayını? Onu yox, onun nəyin sayını deyirsən? Sayı demişəm də, deyirəm ki, 3 rəqəmli olsun. 3 rəqəm, aha burada 1 2 3 0 yazdınız axı. Baxın, tam başa düşməlisiniz. Buranı silirəm. Yox, bir Hə, dəqiqə. yəni 1 2 3 0-dan düzəldilən bir ədəd ola bilər. Əlbəttə, Elə? baxın. 3 rəqəmli ədəd deyəndə, bax, bir kiçik ədəd düzəldəcəm. Məsələn, bax, buradan 1, 0, 1, 2, 3-dən 3 rəqəmli bir ədəd düzəldirəm. Məsələn, 301. Neçə rəqəmli ədəddir bu? 3 300. rəqəmlidir, bax. 1, 2, 3 rəqəmli düzdürmü? Düzdür. Məsələn, 1, 0, 2. 3 rəqəmli, baba, buradan düzəldirəm, ha. Düzəldə bilərəm də. Düzəldə bilmərəm. Bəli. Düzəldə bilərik. Yəni, istədiyi yaza bilərsən də yerinə. Hə, başa düşdüm. Bir dəfə belə, bir dəfə belə, fərqi yoxdur. Hı. Lap bunu gəl 4 rəqəmli eləyək. Yaxşı, gəl 4 rəqəmli yazın sənin xətrinə. 1, 2, 3, 4 dənə oyuq açdın. 3, Açdım. bəli. Amma ki, bir dənə şərt burada özümü Sıfırdan götürməliyəm. başlamamaqdır. Sıfırdan başlaya bilməsin. Yazıram. 1, 2, 3. Yazdıq. Ancaq burada 0, sonra 1, 2, 3. 0, 1, 2, 3. 0, 1, 2, 3. Yalnızca burada şərt nə oldu? 3, 4, 4, 4. Hasilə 3, 4 vur. 4 vur. Gedib bunu sonra Hə. hesablayırıq. Nəysə. Yəni bir dənəsi yəni sıfırdan başlanmasın, Yox. qalanı İndi gəlsin. bir şey də deyirəm. Hı 3. hı. Yenə də 0, 1, 2, 3. Baxın, bundan məntiqi tutsanız gedəcək. Deyirəm yenə də istifadə etməklə neçə, yenə də yazıram 4 rəqəm. İndi orada şərtə baxırdı. 4 verməz, istədiyi rəqəm verə bilər. Nəysə, 4 rəqəmli kod düzəltmək olar. Olar. Hı hı. Koddur, nə bilim, nömrədir. Baxın, kod deyirəm. Hı 4 rəqəmli deyirəm. Yenə də 1, 2, 3, 4. Kod dediyimə görə, baxın, ədədlə kod fərq. Elə bil ki, kod nömrədir də. hı. Kod deyəndə sıfırla başlaya bilərsiniz. Mütləq. Ədəd sıfırla başlaya bilmir. Kod sıfırla başlayır. Başqa şərt qoymamışam. Sadəcə deyirəm ki, 4 rəqəmli olsun. 4 rəqəmli deyirəm, tamam. 0 da ola bilər, 1 də ola bilər, 2 də ola bilər, 3 də ola bilər. Kod deyirəm deyə. Bəli. Sonra ortada zaten deyim başqa şərt qoymamışam. 0, 1, 2, 3. Yenə də 0, 1, 2, 3. Yenə də 0, 1, 2, 3. Arada zaten vurma var. 4, 4, 4, 4. 4 üstü 4. 4. İndi Atmışdım. nəsə bunu hesablayırıq. İndi gəlin başqa birini yazırıq. İndi hərflərdən də yazacağım. Abituriyentlər də bu hissəni biraz başa düşməkdə sıxıntı çəkirlər, amma siftə sonradan düzəlir olar dedim. Demək olar ki, elə informatikanın kodlaşdırma hissəsində Bəli, biraz sıkıntı bəli, olur. bəli, mütləq. Çətin suallar gəlir buradan, mütləq ki gəlir. Dördüncü tipdən bir sual. İndi istəyirəm hərflərlə yazım. Əgər rəqəmləri başa düşdüksə.
Lap baxın, gəlin bir dənə də yazın 4. Deyirəm ki, indi 0, 1, 2, 3. Rəqəmlərin, indi bunu siz deyin. İstifadə etməklə 4 rəqəmli, 4 rəqəmli, rəqəmləri təkrarlanmayan ədəd düzəldin. Hı hı. Ədəd Deyin, düzü. düzəldin. Hı hı. Birinci olacaq müəllimə təkrarlanmayan, düzdür? Aha, 4 dənə çəkin. Hadi. Birinciyə yazın 1, 2, 3, aha. 2, 3. İkinciyə təkrarlanmayan deyir də, düzdür? Təkrarlanmayan, bəli. Aha, ikinciyə yaza bilərik 3, 2, 1. Yazdıq. Hı hı. Sonra Nə üçüncüyə desəz yazacağım. Aha. 2, 3, 1 də yaza bilərik. Hı 3, hı. 1, 132 yaza bilərik. Hı hı. Belə, bəs sıfır neynədir? Axı biz burada ədəd dedik, ədəddən başlaya bilməz. Ədəd ortada ola bilməz. Hə, bu birinci də ola bilməz. Baxın. Yəni dedim siz yazın, mən də deyim də. Yazın. Baxın indi. Təkrarlanmayan demişdim. Aha. Əvvəla baxın, kənarda bir dənə ədəd düzəltməyə çalışıram. Kənarda. Özüm üçün bir ədəd düzəldirəm xırda formada. 4 rəqəmli. Hı hı. Baxın, deyir ki, təkrarlanmayım. Zaten mən bilirəm ki, birinci halda hamısı olacaq, amma bir dənə sıfırdan başqa. Hı. Yaxşı, ikinci bax bura. Məsələn, bura 1 ilə başlamışamsa, bir ədəd yazıram, bura 2 yazmışam. 2 ilə başlayım, bir ədəd yazıram. Mən bu 2-ni artıq burada yaza bilmərəm. Burada indi yazacağım nəyi? 1-i, 3-ü, 1, 3, bir də 0 yaza bilərəm. Ben görün aydın olur. Hı hı. Bax məsələn 1, 2, 3 Bildim. yazdıq. Təkrarlanmaz. Aha, deyirəm təkrarlan. 1, 2, 3-ü yazdıqsa, ikinci halda mən əgər 2 ilə başlamışamsa, mən ikincini ikinci halda yaza bilmərəm. 2-ni ikinci halda yaza bilmərəm. Nə yazıram ümumiyyətlə? 1-i, 3-ü və 0-ı. Əgər burada, məsələn burada ortada 0 yazmışamsa, məsələn bura mən 0-ı yazmışamsa, mən artıq bura o 0-ı yaza bilərəmmi? Xeyr, yaza bilmirəm. 1-i, 3-ü, düzdür? Hı hı. Aha. Məsələn, bax 1, 3 əlində iki dənə variant qaldı. Yəni biri 1-dir, biri 3-dür. Məsələn, bura 1 yazmışamsa, düzdürmü? Artıq mən bura o 1-i yaza bilmərəm, yalnız 3-ü yaza bilərəm. Bəs müəllimə, bax birinci 1, 2, 3 ilə başladı. Və burada bunlarda yenə 3 təkrarlandı axı. Niyə? Çünki bax, Rəqəmləri görün təkrar. baxın. Bura bir dənə baxın, ədəd düzəltmişəm bura. 2, Aha. 0, 1, sonunda da bir dənə 3 yazaram. Baxın, görün burada hansı ədəd təkrar? Bax bura. Burada təkrarlanan ədəd var. Və görün, var Xeyr. mı? Xeyr. Yoxdur. Baxın, tam dərk eləmək üçün, abituriyentləri izah eləmək üçün hər zaman bir kənarda bir ədəd düzəldin. Gözlərinin qabı. Çünki abituriyentlər adamdan çox şey istəyirlər. Çox şey tələb edirlər. Əslində müəyyən abituriyent hazırlaşdırmaq heç də asan deyil. Çünki Düzdür. onların tələbləri çoxdur. Hı Müəllim hı. bu necə gəldi? Gərək müəllim özü bunu dərk eləyək ki, baxın, bayaq nə dedim, əzbərləməyin. Müəllim özü dərk eləməlidir ki, şagirdə öyrədə bilsin. Müəllim dərk eləməsə hardan şagirdə öyrədə biləcək? Baxırsınız bura. Deyirsən, gəl kənarda ədəd düzəldək. Aha. Düz çəkdin. Deyirsən, ay uşaqlar, birinci halda bunu yazmışamsa, mən bəyəm ikinci halda bunu yaza bilərəm. Axı şərtim var mənim. Deyirəm, təkrarlanmasın. Zaman şagird başa düşür ki, deməli, aha, mən burada bir dəfə 2-ni yazdım, 1, 2, 3 idi. Zaten başlanğıcda istədiyimi yaza bilərəm. 2-ni Hı. götürüb yazdısa, ikinci halda onu yaza bilməz. Digər halda bura ortada yazdığını digərinə yaza bilməz. Yəni bu formada. Axı təkrarlanmayan Düzdür. deyildi. Bir dənə bu, yəni istədiyin formada artıq ədəd düzəldə bilərsən. 3, 3, 2, 1. 3 dəfə üçün 9, 2, 18. Zaten burada bir də, yəni burada bir dənə hal olur. Yəni bu 3 götürüb, bəzi şagird götürüb bunu 3 yazır. 3, yəni orada bir dənə halın olmağını göstərir. Bir dənə ədəd deyir qalıb. 3-dür. 3 Aha. dəfə üçün 9 dəfə 2, 18, 18 də 1-ə vuranda zaten eləyir 18. Yəni gəlin bir dənə də bundan yazaq. Bu təkrarlanmayan sözünə görə. Yenə də yazıram 1, 2, 3, 4 və 5 rəqəmlərindən istifadə edərək Aha. 4 rəqəmli rəqəmləri yenə də baxın təkrarlanmayan neçə ədəd düzəldə bilərsiniz. Yenə 4 dənə çəkin. Aha, biri bu şərt, biri Aha. bu, biri də bu Aha. ədəd. Nəysə. Hadi. Gəlirəm yəni 1, 2, 2, 3, 4. Birincisi aha. olacaq 1, 2, 3, 4, 5. Bax birinci halı yadda saxlayın. Bir dənə sıfırdan başqa hamısı gəlib olur əslində. Düzdür. 1, 1, 2, 3, 2, 3, 4, 5. 4, İkinci 5. hala. İkinci halda təkrarlanmayan neçə ədəd ola bilər? Aha, bax Tək tez kənara.
1, 2, 3, 4. 2 ilə başlam, tutaq ki, 3 ilə başlamısan. 3-ü yaza bilərsən ikinci hala. 3, 4. Yox. Mən əgər bura 3 ilə başlamışamsa, bura 3 yaza bilərəm ikinci hala. Deyir təkrarlanmaz. Xeyr. 3 demirəm, 4 deyirəm müəllimə. 3, 4, Aha. Bura. 3. Bura 3 Aha. yazım. Təkrarlanmayan deyir də. Bax, məsələn, mən birinci hala 3 yazmışam. Bax, bura baxın. Bura 3 göstərmişəm. Aha. Lövhəni görürsüz? Aha. Bax, bura 3 Hə, yazmışam. bildim də müəllimə, ikinciyə 4 yazın. Hə, siz 3 dediniz ona görə. Aha, Aha. 4, sonra Sonra nə yazım 3 bura? yaza bilərik. 5, sonra, Aha. 2 yaza bilərik. sonra 4, 5, 2, 3. 3 yox, 1. Aha, hə, 4, 5, 3 2, ilə 1. başlamışıq. İndi bunu siz deyin. 3 ilə başlamışıq. İkinci hala bir ədəd yazın. Bax, bu ikinci hala, yəni burada 4, 5, 2, 1-dən bir dənəsini yaza bilər. Hansını yazmaq istəyirsiniz? Bax, bura. Ədəd düzəldirik sizlə bərabər. Davam 5. edelim. 5-i yazmışıqsa bura. Bax, bu bura 5 yazmışıq tək. Bu 5-i burada işlədə bilərsiniz. Xeyr. Xeyr. O zaman 5-i atdıq getdi. 4, Aha. 2, 1. Dərk eləyirsiniz. Əsas odur. Dərk eləyin. Aha. Bəli. Baxın. 3, 5 yazmışıq, düzdürmü? Bax, burada ədəd düzəltmişəm sizdən. 3, 5. Bura məsələn istəyirəm ki, 2 yazam. Aha. Bura 2-ni yaza bilərəm sona. Xeyr. Xeyr, 4, 1. Vsyo. 4, 1. Hmm. Aha, burada neçə oldu? Olanları çıxarıq da. Afərin, bəli. 5. 5 vurulsun 4, vurulsun 3, vurulsun Ha, indi 2. buradan beləsi rahatdır. Aha. Əsas odur ki, bax, buranı qurun. Buranı qursa, sıxıntı yoxdur. Məsələn, indi sonuncu halada, yəni 4, 1-dirsə, istədiyinizi gətirib ikisindən bir dənəsini yazıb bir ədəd düzəldə bilərsiniz. Sonra digər bir hala. Baxın, 3, 5, 2, 4. Görün təkrarlanan oldu. Bax, bir dənə ədəd artıq bunu abituriyentin qarşısına qoyanda, yəni gözlərinin qarşısında olanda, bəzən bunu deyəndə şifahi olaraq deyirsən, yazırsan. Tam başa düşmürlər, çünki özüm praktikamdan bilirəm illərdir artıq. Baxın, bunu göstərəndə, bax bunu dərk eləyir. Deyir ki, hə, deməli ay müəllim deyir, başa düşdüm. Deməli buymuş. Gözlərinin qarşısında olur. Yenə deyirəm ha, yəni miqə keçməklə abituriyentlər çox Siz fərqlidir. müəllimə orta məktəbdə işləyibsiniz? Yəni orta məktəbdə də işləyirəm. Zəka Tədris Mərkəzinin illərdir artıq müəllimlərindən biriyəm. Şükür Allaha. Orada fərdi dərslərim, evdə fərdi dərs. Şükür Allaha. Hə, yox. Mən də keçmək istəyirəm orta məktəbə. Ona görə soruşuram ki, yəni orta məktəbdə vəziyyət nətərdir? O mənim də soruşmaq istəyirəm. Ya belə də. Yorucudur yoxsa necə? Əlbəttə ki, yorucudur. Yorucudur. Hə, Nəysə, orada bu jurnal bunlar sözlər, bəli, bəli. söhbətlər var Mən da məsələn kesin. işimi adamışam əsas hazırlıqları, abituriyentlər sırf. Hə. Artıq orada mənə çox saat ehtiyac deyil. Nəysə, davam eləyək. Aha. Deməli, indi hərflərdən yazmaq istəyirəm. Deyirəm ki, əlimdə bir hərfim var. Məsələn, A olsun, B, S, D və Y hərflərdən. Və indi istifadə edərək, onlar ki, hərflərdə qarşınıza çıxar. Yəni o yüzdən yazıram. Bəli, Kodlaşdırma. olur müəllimə. Aha, istifadə eləməklə, yenə də bunun bir sadə variantını deyək. Deyirəm ki, istifadə edərək, olsun nə? A ilə başlayan neçə dənə söz düzəldir. Neçə söz? Bir də ki, bu tip sual düşəndə, yəni bunun mənasını bir dəqiqə bilirsiniz ki, yəni olması önəmi yoxdur. Əsas odur ki, söz düzəldin. İstifadə edir. A ilə Bəli. başlayan neçə söz, baxın, düzəltmək olar. Mən başqa heç nə deməmişəm. Düzəltmək olar. Düzəltmək olar. Deyim də müəllimə. Baxın. Birinci A, B, C, D, Y. Baxın, şərt qoymuşam ha, A ilə başlayan. A ilə başlasın. A, B, C, D, Y. Yalnız A ilə başlayan ha. Bax Hə də. yazıram. Bir dəqiqə istifadə edir. Yalnız A ilə başlayan. Bax birinci bu. Əvvəla neçə hərflə dedik? Gəlin 4 hərflə yazaq bura. Hərfi deməmişik axı. Hə, qoy da yazaq. 4 hərfli burada da bir tərəfdən yazaq. 4 hərfli. Olsun 4 hərfli. Aha. 4 hərfli deyir. Bax gəlin o yuxarı açaq. 1, A. 2, 3, 4. Bircə dənə burada bir şey diqqət edin. Yazmışam ki, Yalnız A ilə. A ilə başlayan. Aha. Olacaq müəllimə. A, Hı -hı. A, B, C, D. Gəlin bir dəqiqə bunu silim. Bu yalnız sözünü silirəm. Biraz qəşəng sual olsun. Bir dəqiqə. A ilə istifadə edərək 4 hərfli və A ilə başlayan neçə söz düzəltmək olar? Baxın. A ilə başlayan deyirəm. Aha. Yalnız A ilə başlamalıdır. Mən digər bir şərt qoymamışam ki, təkrarlanmasın. Deyirəm elə bir şey.
Düzdür. Balaca diqqətli olaq sualda. Hı. Asanın çətini deyirlər, bax ondandır. A ilə başlayan deyir. A. Deyir axı A ilə baş. Bax söz düzəldirəm. 1, 2, 3, 4. Kənarda bir söz qururam. A ilə deyir başlasın. A, B, C, D, Y. A ilə başlaya bilər. Yalnız baxın, əvvələ A ilə başlasın. Demir ha, bunun yanında B da ola bilər, S da ola bilər. Elə şey demir. Yalnız Desəydi ki, bu hərflərdən istifadə edərək 4 hərflə söz düzəlt desəydi, baxın, siz mən bir dəqiqə bunu dəyişim, tam başa düşün, sonra bunu yazın. Baxın, tam başa düşməyə çalış. İstifadə edərək 4 hərfli. İndi sonra o A-nı yazacağam, oldu? Bu başa düşün. Aha. Deyir ki, 4 hərfli, bunu da silək. Neçə söz düzəltmək olar? Neyniyəsiz? A, B, C, D, Y. Düzdür? A, B, C, D, Y. A, B, C, D, Y. A, B, C, D, Y. Düzdürmü? 1, 2, 3, 4, 5'i burada. 5, 5, 5. Düzü 5 üstü 4. Düzü birinci halda. Bax, bu şərt daxilində. 4 hərfli neçə söz düzəltmək olar? Bax, bunu silirəm buradan. 4 hərfli söz düzəltmək olar. Cavabı budur. İndi 7 yazıram. Yenə də A, B, C, D. İndi bunu siz tapacaqsınız. A, B, C, D, Y sözlərindən, yəni hərflərdən istifadə edərək 4 hərfli və A ilə və A ilə başlayan neçə söz düzəltmək olar? Düzəltmək olar. Baxın. İndi A, B, C, D, Y. aha, 4 hərfli A ilə başlayan. aha. Birinci halda nə yaza bilərəm? Nə deyir mənə? Və nə deyir? A ilə başlayan. Düzdür? A ilə başlasın deyir söz. A ilə başlasın deyə başqa hərf yaza bilərik birinci hala. Bax, bu birinci hala mən başqa hərf yaza bilərəm. Müəllimə, buradasınız? Deyir ki, ay müəllimə, burada Hə, axı hə. deyir A ilə başlasın. Hə. Başqa hərfini də yaza bilərik. Hə, ola bilməzsə düz deyirsən, ola Hı bilməz. hı, Bax, ola bilməz. A. hı hı. Sonrakında şərt qoymamışam ki, təkrarla. Heç nə demirəm ki. Sadəcə deyirəm ki, A ilə başlasın. A ilə başlasın. Digər hərflərdə A da ola bilər, B da ola bilər, istənilən hərf ola bilər. Mənim B. şərtim, bəli, bax şərtim bax ikincidə A da olar, B də olar, C də olar. Bax biraz fərqli deyil. A da olar, B də olar, C də olar, D də Y də. A da olar, B də, C də, D də, Y də. Baxın biraz fərqlidir. Niyə? Bir Çünki dənə mən birinci A ilə başladı. bəli, Qalanları A, B, C, bax D. burada. Desəydik ki, təkrarlanmaz, indi ondan da yazaram. Hı hı. 1, 5, 5, 5. Day bunu hesablayarıq. 5, 5, 5. Əslində müəllimə bu cümlənin özündə deyir də. Deyir ki, A ilə Hə, başlayan, demək A bəli. ilə başlayacaq. İndi Belə. sonra deyirlər ki, yox, A ilə başlayın. Bəzi bunun bir balaca fərqləri dimin testlərində var əslində. Orada da əslində orada bir iki testlərin elə özlərində səhvlik var. Səhvlik var məsələn orada da. Koderada da cavabı Var. olmayan şeylər var. Cavabı da olmayan şeylər var. Var. Yəni o da biz redaktor zamanı da ola bilər səhv. Mən deyə bilmərəm başqa şey. Yəni ola bilər səhvlər. İndi gəlin bir şey yazaq. Deyirəm ki, indi A, B, C, D və Y. Hı hı. Hərflərini istifadə eləməklə 4 hərfli, 4 hərfli A ilə başlayan və indi bunu siz tapın. A ilə başlayan və başqa mövqedə başqa mövqedə A olmayan. Nə deməkdir indi bu? Deyir Neçə ki, A söz? ilə başlayan. Yəni birinci A ilə Bəli, olsun, başqa mövqedə A olmasın. doğrudur. Olar. Neçə söz düzəltmək olar? Deyin görüm indi. 4 yenə. 1, Aha. 2, 3, 4 dənə çəkin. Aha. A ilə birinci A ilə başlasın. Aha. Bir yazdınız. O biriləri də A olmasın. B, C, B, C, D, Y, Hı B, hı. C, D, Y, B, C, D, Y. A, 1, 1 4. vursun 5 ve 1, 2, 3, 4 vursun 4 düzdür. Aydındır. İndi Hı hı, birində yazaq bundan sonra bir üst səviyyələrə keçək artıq. Oldu mu? hı hı. Aha. İndi 9. İndi yenə də birində yazaq. Deyirəm ki, indi A ya, baxın, bir dənə şərtini dəyişmək istəyirəm. Yenə də bundan yazaq, bir hərflərdən də yazaq. A, B, C, D, Y. Yox, bundan birini yazıb. Deyirəm ki, indi yenə neçə, yəni neçə, 4 hərfli, 4 hərfli, saytla başlayan
hərfləri təkrarlanmayan neçə söz təkrarlanmayan neçə söz düzəltmək olar? Aha, yenə 4 dənə seçək tez. Aha. 1, 2, 1, 3, 2, 4. 3, 4. Saitlə başlayan, hərfləri təkrarlanmayan, saitlə sait olsun. Məsələn, bu Y də ola bilər, A da ola bilər. Biri ilə başlasın. Aha. Ayi. Düzdür. Atdıq Hə. bura. Sonra nə deyir? Hərfin Sonra deyir altına ki, xətt. başlamaya hərfləri təkrarlanmaya neçə söz ola bilər? O B, Z, D, Aha. B, B, Z, B, S, D. S, D. Hı -hı. Aha. Saitlə başlamayan deyirik. Düzdür? Məsələn, indi gəlirəm bura. 1, 2, 3, 4 dənə hərf çəkirəm. Düzdür? Deyir Düzdür. ki, saitlə başlasın. Məsələn, istəyirəm birinci hala A yazam. Hı -hı. Düzdür? İstəyirəm birinci hala A yazam. Mənə demir axı ki, ikinci halda məsələn E ola bilməz. Deyir onu. Amma deyir ki, məsələn A ilə başlamışamsa, düzdürmü? Amma hökmən, baxın, hökmən A, Y də ikisindən birindən hökmən başlamalıyıq, Düzdür. düzdürmü? Ya A olacaq ya Y. Y Sonra olacaq. nə deyir? Deyir ki, saitlə başlayan hərfləri təkrarlanmayan neçə dənə söz düzəldə bilərik. Mən bura birinci hala ya A yazmalıyam, ya məsələn birinci hala mən bir dəfə A yazmışam. Hı -hı. Mən bu ikinci hala E-ni işlədə bilərəm də. Hı -hı. Demir axı şərtdə işlədə bilərik. Hə, B, Adam C, D, bir dənə də yazacağam nə Y-ni. Y. Məsələn, indi ikinci hala B yazmışam. Mən artıq bura nə yazacağam? C, D, Y. Düzdürmü? Məsələn, Bəli. bura D yazmışamsa, Hı -hı. məcburam bura məsələn C ilə D. Y yazam. Hı -hı. Düzdür. Düzdür? Yəni burada C, Onda Y-dən ikisinin birini. 2, Məsələn, bir dənə də 4, doğrudur. 2 olacaq. 4, 3, 2. Belə 3. bilməz. Vso. Düzdür. Aha, belə. İndi gəlin bundan, yəni bu tiplərə baxırıq. İndi birini də yazaq. Deyirəm indi bu indi avtomatiklə bağlı yazacağam. Deyirəm ki, aha, aha 10-cu. Deyirəm ki, avtomatik qurğu yenə də bu da kodlaşdırmaya aiddir. Avtomatik qurğu testdə qarşıda çox çıxacaq. Avtomatik qurğu. Deyirəm ki, indi olsun 6 simvoldan Hı -hı. ibarətdir. Yəni ibarət ədəd düzəldir. Deyirəm ki, indi bu ədədin Avtomatik qurğu kompüterdən söhbət bəli, bəli, gedir. bəli, bəli, bəli. Hı Yəni -hı. bu da kodlaşdırmaya aid nümunələrdir dediyim kimi. Yəni bu da qarşıda çıxacaq. Bu ədədin ilk rəqəmi, yəni bu ədədin dəqiqə ilk belə yazacağam. İlk ikilik say sistemində, ilk ikilik say sisteminin yəni rəqəmləri, düz say sistemi keçməmiş amma zaten bilirsiniz keçəcəyik onsuz da. Rəqəmləri son simvolu da olsun. Simvol isə nə olsun? Beşlik. Beşlik yazmayaq buraya yazaq. Son simvol isə 5 ya da belə ayrım bilin. Ya da 0 ola bilər. Sonra deyirəm ki, yerdə qalan simvollar isə yerdə qalan simvollar isə onluq say sisteminin rəqəmləridir. Onluq say sisteminin olsun tək rəqəmləridir. Hı -hı. Hı -hı. Burada qurğu neçə ədəd düzəldə bilər? Hı -hı. 6 dənəsini Aha, çəkirik. düzəltmək olur. Aha. Deməli gəlirik bura. 1, 2, 2, 3, 3, 4, 4, 5, 5, 6. 6. Birinci bax bu şərti yerinə yetirdiniz. Bura bitdi. Hı -hı. Düzdür? Gəlirsiniz buranı oxuyursunuz. Bu ədədin ilk ikilik say sisteminin rəqəmləri Aha. ikilik say sistemi deyirsə 0, 1-dir. Aha. Sonra nə deyir? Son simvolu isə Hı hı. 5 ya da 0 ola bilər. Hı hı. Hı -hı. Məsələn, ilk ikilik say sisteminin rəqəmləri. İndi nə yazım birincidə? Bura nə yazım başlanğıcı? Neçə ədəd 0 yaza bilmərik də Hə, yazın 1. 1.
Zaten bayaq dedik ki 0, Hı hı. 1, 0 ədəd deyir çünki. Buranı da bitirdik. Bax, buranı da yazdık. Son, yəni son simvol isə fərqi yoxdur. 5 ya da 0 ola bilər. Ya 5 olacaq, Ya da 0 ya da olacaq. 0. Bunu da buradan tamamladıq. Sonra nə deyir? Yerdə qalan simvol isə onluq say sisteminin tək rəqəmlərdir. Baxıram ki, onluqda 0-dan 0, 1, 2, 3, 4, 9-a 5, qədər. 6, 7, Neçə 8, dənə 9. tək var? Orada da təklər demək deyəndə müəllimə 1-dir, 3-dür, 5-dir, 7-dir, 9-dur. 5 Ha, dənə. 5. 5 dənə Bəli. var da. 1, 1, aha, 2, 3, 1, 3, 5, 7, 9. aha. 1, 3, 5, 7, 5 9. dənədir. 1, 4, 5 dənə. Hı Aha, hı. 5 dənə. Görə bir dəqiqə görə təkrarlanmayı yazmışdıqmı başdan? Avtomatik qurğu ibarət düzəl. Bu ədədin ilk simvolu bu rəqəm, son simvolu isə 5 ya da 0 ola bilər. Yerdə qalan simvollar onluq sayısının tək rəqəmləridir. Qurğu neçə ədəd düzəltmək olar? Baxın, 1, 0, 1, 5 dənə yazırıq bura, düzdürmü? Hı hı. 5. Bəs yaxşı, desəydi ki, belə bir şeydir əslində burada. Burada nəyə yazaq? Nəyə yazaq indi? Desəydi ki, rəqəmləri təkrarlanmasın. Onda nə edərdik? Rəqəmlər Ha, təkrarlanmasın. məsələn, ümumiyyətlə bu şərt daxilində deyərdi ki, sondakı rəqəmləri təkrarlanmasındır. Təkrarlanmasın deyirsə müəllimə, birinci yenə Biraz 1 bu oldu da. sual məsələn onda tamamilə fərqli bir yönə gedərdi. Onda mən Birinci. buranı silərdim. Bax, Hı təki hı. silərdim. Yazardım ki, onluq say sisteminin rəqəmlərini istifadə eləməklə təkləri silərdim buradan. Təki silərdim. Qurğu neçə ədəd düzəldərdi? O zaman nə edərdiniz? Deməli yenə də 1, artıq bunu bildiniz də, yəni burada 1, 5, Hə, hə. burada 5 üstündə 4, vuraq 2 üstündə 2. Yəni bu da bunu hesablayarıq. Nəysə. İndi şərti dəyişsək ki, onluq say sisteminin rəqəmlərini istifadə eləməklə sonra deyir ki, təkrarlanmasın. Təkrarlanmasın deyir 1, 2, 3, 4, 5, lap 6 rəqəmli olsun. Məsələn, 1 ilə başlamışıq da, düzdürmü? 1 ilə başlamışıqsa, onluğun tərkibində biz bilirik ki, 1 də var, 3 də var, nəsə də 0-dan 9-a qədər hamısı var. O zaman məsələn, burada ikinci halda mən nə istifadə edə bilmərəm? Əgər 1 ilə başlamışam, hökmən 1 ilə başlamalıyamsa, deməli mən ikinci halda artıq 1-i yaza bilmərəm. Mən onda ikinci halın neçəni yazmalıyam? İkinci halda Aha. 1-i yaza 1, bilməyəcəm də say sisteminə görə. Aha, neçəni yaza bilərəm? 2 rəqəmlidir, 10 rəqəmlidən söhbət gedir, onluq say Hə də sistemindən. onluq sayəsində 0-dan 9-a qədərsə bir işlət 2 də yazın. yaza Orada. bilərik. 2. Hə, bəli, yaza bilərsiniz. 0 da yaza bilərsiniz. İkinci halda baxın Hə, ortada. yaza Deməli, bilərik. bəli, 0-ı da yazasınız. Birdən başqa, birdən başqa. Hamısına gəl. 2, 3, Bəli, 4, 0. 5, 6, 7, 8, 9. Bəli. Bax 0, 2, 3, 4, 5, 6, 7, 8, 9. Neçə oldu? 2, 4, 6, 8, 9 dənə halı bura yazdıq. Deyir təkrarlanmasın. Burada işlətdiyimizi burada yazmayacağıq. Burada işlətdiyini burada yazmayacaqsan. Burada işlətdiyini burada. 6, Sonuncu 5. indi sonuncuda gəlin bunu silək. Heç bax bunu da silək buradan. Şərti dəyişirik də düzdür? Şərti zaten mən dəyişdim əvvəldən. Məsələn, 5 təkrarlam 6 olacaq. dənəsə burada da 5 dənə olacaq. Gedib bunun hasını tapmaq lazım. 9, 8, 7, 6, 5. Всё. Hı hı. Yəni belə. Dediyim kimi, Bəli, əsas bunları başa düşürəm. aha, əsas odur ki, tutmaq lazımdır həqiqətən. Yəni söhbət tutmaq lazımdır. Hı hı. Aha, indi testlərə də baxacağam. İndi bir dənə də yazaq. Deyirik ki, bir dəqiqə. Məsələn, qurğu. Bir saniyə, testdə bir dəqiqə. Məsələn, deyirəm ki, 11 olsun. Vasif. Yox, bu qalsın bir dəqiqə. Yadıma düşmədi sual. Bir saniyə. Sual yazmaq istəyirəm buradan. Çünki bu mənim qarşıma çıxmışdı testlərin birində. İndi yox, yazıram. Testlərin birində hə, belə bir sual var idi. Bir dəqiqə. Deməli 11-ci sual. Deyir ki, Vasif, belə idi səhv eləmirəmsə sual. Vasif, Uley. Bax, testlərin birində belə bir sual var idi. Uley, yəni hərflərdir də, yəni Hı hı. hərfindən deyir istifadə eləməklə, da geniş yazmıram oranı, istifadə eləməklə 4 hərfli kod düzəldir. Hı hı.
Kod düzəldir. Sonra deyirdi ki, hər hərf, hər hərf tam olaraq tam olaraq deyir bir dəfə istifadə edilir. Hı hı. İstifadə edilməlidir. Və kod, zaten burada baxın, kod deməyin mənası belə ədəd deyil de, kod yaza bilir rahat. Kod Y hərfi ilə başlaya bilməz. Belə bir sual var idi, başlaya bilməz. Və EU, belə deyək də, yəni EU hərfi, yəni hərfi e, yanaşı, bir dəqiqə, EU hərfi, EU belə yazaq, birləşməsi, düzəldək fikrimizi, EU birləşməsi ehtiva edə bilməz. Hı hı. Hı -hı. Ehtiva edə bilməz. Vasif, neçə, müxtəlif, kod düzəldə bilər. Heç baxın, bu da elə sadə sual deyil. Hə, Artıq bunu yaza bilən adam, dəstəyim, gəlirəm birazdan. aha, Get nənə, mama. neçə müxtəlif kod düzəltmək olar. Deməli, o Aha. 4 hərf, 4 dənə çəkək. Aha. Əvvəla ilk işimiz budur. 4. Rəngi dəyişim. 4. 1, 2, 3. 2, 3, 4. Aha. 4 hərflidir. Burada biraz fərqli sual tipidir bu əslində. Aha, deyir ki, kod düzəldir. Hər hərf Yəni tam tam olaraq bir olaraq dəfə bir dəfə istifadə edilir. istifadə edilir. Hı -hı. Yəni hər hərfdən bir dəfə istifadə edirik. Aha. U, Aha. Hər hərfdən bir dəfə istifadə edirik. Sonra nə deyir? Və kod Y hərfi kod baxın. Y hərfi ilə başlayır. Hə. başlaya bilməz. Yəni deyir ki, Y ilə başlaya bilmək, yəni Y ortada da ola bilər, sonda da ola bilər, başda ola bilməz. Yox, deyir ki, Y ilə başlaya bilməz Hə ümumiyyətlə. də, yəni ortada Aha. ola bilər, sonda ola bilər, başda ola Aha. bilməz. Sonra deməli əvvəla gəlib bax buna uyğun bir şərtimizi quraq hələ. Düzdürmü? Y hərfi ilə başlaya bilməz deyirsə, deməli mən bir Ehtiva nədir müəllim? Orada yazmışsa ehtiva edə bilər. Bilirsiniz necə belə deyək də, yəni necə deyimsə, bu birləşmə yanaşı olaraq ehtiva eləyə bilmir. Yəni birləşmə olmaz da, bu birləşmə Aha, olmaz. bəli, bəli. Hı -hı. Mhm. Onda Məsələn, belə indi yazaq yazıram. da. İndi Hı o -hı. birinci şərt. Bax, bura qədər oxu. Birinci U, U, hı -hı. U, U nə idi? L, U dedim, Y dedim. Bir dəqiqə Y yazdım, çaşdım. Bir dəqiqə U, hı -hı. L, E. L, E E. yazdıq. Sonra, aha, Sonra Y, aha, sonra L, Y, L, E. bir də E. Aha. Y, Sonra, L, E. Sonra olacaq, məsələn, e, Y-ni işlətmisənsə, aha. olacaq Y işlətdik. L, Mhm. E. E. İşlətmişik də, işlətdiklərimizi təkrar edə bilmərik. Sonda da bax elə bil ki, bir söz düzəldirsən, u ilə başlamısansa, Hı artıq mən ortaya u ilə yazamam. Çünki baxın, elə bil ki, iki dənə şərt qoyur burada. Y ilə də başlaya bilmirəm, görürsüz? Aha, sonra Y ilə ortada yaza bilərsən. -hı. Sonda da yaza bilərsən. Zaten ikinciyə yazdıq. Burada işlətməmişəm L, E-ni. Məsələn, bura L yazmışam da, sona da L-ni yazıb bilmərəm, E-ni yazıram. Birinci şərt bu. Bura qədər yazdıq. Bu birinci halımız. Sonra deyir ki, və EU birləşməsi ehtiva edə bilməz, vasif neçə dənə müxtəlif kod düzəldə bilər. Zaten burada müxtəlif sözünə görə bunları təkrar eləmədik biz. İndi gəlirəm, bax elə bil ki, burada birinci halı bitirdik. Burada tapırıq. Əvvəla gəlin bunu hesablayaq. 3, 3 4, vurulsun 3, 2, 9, neçədir 9 bu? vuruşu 18, 18. 8. Aferin. 18 dənə belə bir halımız var əlimizdə. Ən son 18 halımız var. Sonra gəlirik. Ayrı bunu tapdıq. Deyir ki, EU birləşməsinə baxırıq indi. Deyir, yanaşı gələ bilməz. Əvvəla yanaşı gələnləri tapaq. Baxın, yanaşı gələnləri tapaq, ən son çıxacaq bunları. Yanaşı gələ bilməz deyir. Bax, ehtiva elə bilməz normalda. İndi biz o tapaq ki, olanları tapaq ki, nəyə görə olanları tapmaq istəyirik? Baxın, yanaşı gələnlər daha az olacaq. O yüzden çoxu Hı. biz tapa bilmərik buradan. Azı tapaq ki, gedək bundan çıxaq. İndi gəlirəm. 1, 2, 3, 4 dənə oyuğumu açıram.
4 oyuğu açıram və söhbət burada EU birləşməsindən gedir də, düzdürmü? EU. EU birləşməsidirsə əgər, bax indi mən bura birləşməyə birinci hala E yazmışamsa, məsələn bura E-ni yazmışamsa, söhbət yanaşı gələnləri hələ ki yazıram. Amma baxın, yanaşı gələnlərdən söhbət edirəm. Deyirəm axı yanaşı gələnləri tapım ki, yanaşı gəlməyənlər baxın deyir ehtiva çıxacam. Azı tapım ki, çoxu daha sonra gedim çıxım. Əgər mən burada eyni yazmışamsa, deyir ki, yanaşı. Baxın, yanaşı gələnləri tapıram ha hələ ki. EU birləşməsini yazıram. EU demir ha, UE demir. EU. Deməli, EU deyirsə, bax, eyni yazıram, yanında da U-nu yazıram. Eyni, U-nu yazdım. Baxın, burada U, burada da eyni yazdım. Məndə ortada nələr qaldı? Baxın, burada hər L ilə Y qalıb, düzdürmü? Y ilə L-nı. Baxın, bu heç də asan sual deyil. Y ilə L. Y ilə L-da özü deyirdi ki, hərflər təkrarlanmasın. Əgər məsələn burada iki hərfdən birini yazmısansa, burada zaten onu yaza bilməzsən. Məsələn, mən bura tutaq ki, Y yazmışamsa, artıq bura ən son L-nı yaza bilərəm. Sonra yenə baxıram. 2, 3, 4. Deyir ki, EU birləşməsi indi gəlirəm, baxıram bu formada. Tutaq ki, indi əvvəla başla işlətmişdim, düzdürmü? İndi istəyirəm bunu ortada işlədəm. Ortada işlədəm. Ortada işlədəndə nə edəcəm indi mən? Məsələn, ortada işlətsəm, bax, arxasınca U-nu yazmalıyam. Düzdür? E-ni, U-nu yazdım. Sonra bura nə yaza bilərəm? Ya L-nı yazaram, ya da ki L-nı, düzdür? Ancaq başlanğıcda da bir ədəd yazmalıyam. Məsələn, hərf yazmalıyam. Burada yazdığım hərfi də mən burada yaza bilmərəm. Görün. Düzdür. Məsələn, burada istədiyiniz bir hərf, tutaq ki, L-nı yazmısansa, L-nı yazmışam. Başa L, bilməzsiniz. E, U. Mən bu sondakı bu L-nı yaza bilmərəm də. Ən son gətirib bura nə yaza bilərəm? U yaza bilərəm. İyi. Sonra yenə də yazsaq. 2, 3, 4. İndi baxırıq. E-unu bax, ikinci bax, buradakı mövqedə istifadə eləmişdim. Düzdür? İndi E, bax, burada yazdım. Rəngi dəyişim tam aydın olsun sizə. Bir dəqiqə. Bax, bir dəfə burada yazdıq. Gətirib bir dəfə ortada yazdıq. İndi gətirəm indi burada yazacağam. E-unu baxıb bura yazacağam. E-u bax. E gəl bax, çox düşəcək bura. Görün, başa düşürsünüz. Hı. Aha. E-unu indi bura yazsam. Bax, E-ni bura yazsam. Məcburam U-nu da bura yazam. Düzdür də? Düzdür. Sonra E-unu bura yazdımsa, bura nə qalacaq? Bura ya L qalacaq, ya da la da Y. Baxın, L ilə Y qalır da. Deyir təkrarlanmasın. Məsələn, bura mən Y yazmışamsa, məsələn, əgər Y ilə başlamışamsa, mən bura Y-nı yaza bilməm də, L-nı yaza bilərəm. Düzdür. Aha, düzdürmü? Görün, aydın olur. Hı hı. Aha. İndi bura gəlirəm. Qələmi götürək. Deməli, indi baxıram. Burada neçə hal olacaq? 1, 1, 1. Neçə hal edir burada? İki al. Aha. 2 hal burada. Bir hal burada. Bir hal da burada. Cəmi neçə halım oldu burada? 4 al. Aferin. 4 dənə halımız burada. Yazıb bir dəqiqə bunu sileyim. Sonra sizi qaranlıq qalmasın bu. Və Müəllimə, ASCII Unikoda bundan sonra başlayırıq da elə. bundan sonra əlifba Əlifba məsələsinə giriş eləmək elə o deməkdir ki, ASCII Unikoda giriş eləməkdir. Əlifbaya görə keçid eləmək. ASCII-də Unikoda əlifbalar da olar. Orada artıq danışacağıq. Əlifbaya gələnsə və giriş eləyəcəm. Aha. Sizlə mən nəyə baxacağam? Tətbiq məsələlərinə də. Yəni deyirsiniz ki, artıq o nəzərə istəmirəm də, düzdür? Hə. Tətbiq məsələ və sonra ancaq testlərə, düzdür? Bunlara baxacağıq. ASCII Unicode, sonra əlifba məsələlərimiz var orada. Əlifbanın gücü falan, yəni daha sonra rəngçalara, rəng dərinliyi. Bu qrupla sizlə burada və digər qrupla da dediyim kimi, yəni atacağım linki orada Python-a baxacaqsınız. Oldu? Hə. Çünki Python-da mən sıfırdan başlamışam. 4 dənə hal burada. Burada deyirdi ki, ehtiva eləyə bilməz də, düzdürmü? Mən ehtiva eləyənləri tapdım ki, 4 dənəsi yanaşı gəlir, düzdürmü? Hı. Mən deyirdim ki, Prosta müəllimə, üzrlü say, mən prosta Buyurun. 5 dəqiqə elə bu gün yekunlaşdıracağam bu günlükdə. Necə? Uşağı yatırmalıyam. Bu günlük 5 dəqiqə elə bir yekunlaşdıraq. Aha, Bugünkü tamam. dərsimizi. Tamam. Gələn dərsi yenə belə vaxtı, yəni keçərik. Aha, Çünki tamam oldu. Siz saat neçədə dayandırmaq istəyirsiniz? Saat bir 5 dəqiqəyə dayandırmaq istəyirəm. Tamam, tamam. Dəqiqə saata baxın. 23-dür. Ha, 23-dür. Bununla müəllimə bu şey bitdi, kodlaşdırmanın bu hissəsi də, yəni bu hərflərlə bağlı olan. Hərflərlə bir iki dənə də sual yazaraq bitər. Yenə də baxın, dediyim kimi bu bölmə özü geniş bölmədir. Çox Hə. geniş bölmədir. Tipatip suallar çıxacaq qarşınıza.
Amma ki, dərin formada başa Məsələn. düşsəz, sıxıntı yoxdur. Həm özünüz başa düşəcəksiniz. İlk öncə özünüz başa düşməlisiniz ki, bunu şagirdə izah edə biləsiniz. Müəllimə, burada nə qədər də şey eləsək də, yəni çox düşür, hardan düşür? Pythondan düşür. 3 dənə Bəli. misal Excel-dən, 3 dənə Mütləq. Mac-dən Kodlaşdırma düşür. mütləq düşür, ha. Hə, Mütləq düşür və asan düşmür. alqoritmlər. Bunlardan çox olsa Bəli. 2-3 dənə düşür də. Yenə də nə qədər işləyirsən 2-3 dənə düşür yəni. O qədər də çox düşmür şey. Baxın, 18, ən son çıxacaqsınız 4-ə, yerdə qalacaq neçə? Hı, 14 dənə belə variant qalır əlimizdə. 14 düzdür. dənə belə hal var. Dediyim kimi. Baxın, əsas sual düşür nədən? Python. Python sizdə üstünlük olacaq. Niyə? Çünki sıfırdan başlayırsınız. Abituriyentlər neçə dənə Pythonda? Abituriyentlərdə harca biz 8 dənə sual, Abituriyentlər neçə dənə 8 sual harca düşür və 2 dənə də açıq sual düşür. 2 dənə açıq sual yazı işindən Hə, söhbət elə 10 dənə gedir. Pythonda. Harca bir 10 dənə düşür. İndi baxır da, yəni ildən ilə dəyişə bilər. Yazı işi düşür. Yazı işi düşür və dediyim kimi abituriyentin yazı işləri abituriyentin Pythona daha çətin olur. Yazı işləri var çünki onların yazı işini Düzdür. edirsən deyək. Amma miqdə məsələn yazı Excel neçə dənə düşür? Excel 2 dənə düşür. Ən azı 2 dənə, 3 dənə baxır. İlə görə dəyişir. 2-3 dənə sual düşür Excel-dən. Word-dən sual düşür. Word-dən versiya sualı düşmür. 2 dənə sual düşür. Bəzən ola bilər 3 dənə, amma nağd belədir ki, ən az 2 dənə. Bir dənəsi mi, 2 dənəsi olur. O Alqoritmdən də xeyli hə sual. delete, backspace, sildim, hara gəldi, neynədi? Hə, bu delete, backspace məsələləri Orada bunlardan düşür. Onlardan düşür, bir də orada kopyalamaq, yapışdırmaq. Orada müəyyən məqamlar var ki, onlar düşür. Versiya sualı zaten düşmür, Hə, tablar zaten əzbərə düşmür. Əsas sual abituriyentə hə. düşür ki, Python ilkin anlayışlarda say sistemlərindən düşür. Bu dediyim mövzu həm eyni zamanda MIG-ə düşür, həm də eyni zamanda Python abituriyentlərə də düşür, yəni dərin formada düşür. Yəni onlara dediyim kimi, MIG-də Düzdür. inanın Allah o dərəcə çətin düşmür ki, nəinki abituriyentlərə, abituriyentə qat-qat çətin gəlir düşür. Deməli, orada modellər var, modelləşmədən də düşür. Bəli, Bir, bəli. iki dənə də sual ondan düşür, Bəli, düzdür? düşür. Hətta Modellər keçənki var, sual çox aparat ağır idi. təminatı. Bəli, çox ağır idi. Keçənki ilk mənim abituriyentlərim getmişdi. Həqiqətən orada çətin suallar var idi. Sırf kimya, informatikanı seçən şagirdlər üçün gəlmişdi o sual. Çox çətin idi. Tək informatika seçənlər üçün sual biraz asan idi. Amma kimya, informatikanı seçənlər üçün biraz çətin. Müəllimə, birinci qrupda həm kimyanı da seçirlər. Bəli, bəli. Eyni zamanda həm kimyada seçilər, həm informatikanı alt üst Bu nə qrup. mənası var ki? Nə mənası var? Sizə izah edeyim. Çünki kimya informatikanı seçəndə seçim zamanı sonda seçim eləyirlər də ixtisas seçimi Aha, zamanı aha. artıq yeni qaydalara görə sıfır yoxdur. Məsələn, indi bilmirəm neçənci ildir. Məsələn, mən 2011-ci ildə məktəbə girmişəm və o zaman sıfır bal vardı. Əgər sıfır yığanda abituriyent ümumiyyətlə ixtisas seçimində iştirak edə bilmirdi. Amma o şey yoxdur artıq. Və şagird kimyadan sıfırda yazsa, eyni zamanda informatikadan yığdığı bal vasitəsilə, topladığı bal vasitəsilə gedib kimyadan da ixtisas seçə bilir. Ancaq kimya, informatika seçənlərə aiddir bu. Yox, təkcə informatika ixtisasını seçib imtahana gedirsə, o kimyadan seçim eləyə bilmir. Yalnızca informatika üzrə seçim edə bilir. O yüzden mən bütün abituriyentlərimə məsləhət bilirəm. Çətin də olsa, yəni bir tık çətin olur. Çalışıram deyini, ümumiyyətlə keçirdirik ixtisası ki, İkisindən də seçim eləyin ki, yəni seçin orada kimya informatika yazın ki, siz ən son imtahandan sonra seçim eləyə biləsiniz, ixtisas çox olsun. Yəni artıq orada ixtisas çox olmalı ki, seçə biləsiniz ki, hansı ixtisasa gedə bilirsiniz. Çünki Belə birinci deyim informatika müəllimə. çətindir. Birinci qrupda kütlə çoxdur da. Yəni ən çox həmişə bu belə olub da. 1-3-də yəni kütlə olub da. Birinci Ən qrupda hal-hazırda mən daha çox belə mənim bəlkə də 50-60 dənə orada şagirdim var ki, sırf birinci qruplardır. Sırf birinci qruplardır. onu demək istəyirəm də. Kimya Deyirəm üzrə ki, gedənlər saysaz 10 nəfər deyil heç birinci qrupların hə, içərisində. indi kimya üzrə gedən yoxdur. Hamı üst tutur informatikaya. Deyirlər kimyanı başa düşmürük. Bəli. Mənim şagirdlərim əksəriyyəti o cürə gəliblər. Çünki informatikanı başa düşmək, yenə deyirəm, abituriyentlərə asan da olur. Nəyə görə? Çünki onlar hal-hazırda indi belə deyək, məsələn, mən Oxuyurlar, də riyaziyyat hissələri informatikanı var. bəli, keçsəm də, mən təkmilləşdirmə riyaziyyat keçirəm, ancaq ki, belə deyək də, onların bizim ümumiyyətlə həm yaşımız var, necə deyim sizə, Düzdür. baxma, evimizin işi, 93-düz. bəli. Hə, yaşadıqca. Bir də ki, bu nə deyirdim, unutdum. Düz deyir, abituriyentlərə 2 ildir düşür. 2 Aha. ildir də, yəni informatika düşür. Amma mən bilən belə, yəni get-gedə belə olacaq ki, ancaq proqramlaşdırma dilləri salacaqlar. Bu kodlaşdırmadır, say sistemləridir, yavaş-yavaş bunları. Çünki